Allah Şeyx Səduqa rəhmət eləsin də, böyük alimlərdən biri idi. Şeyx Səduq ruhanilər, xüsusilə adlarını eşidiblər, izləyənlər məni bilirlər. Şeyx Səduq atası deyirlər. Atası Əli ibn Babaveyh Qummi. Atası da bunun böyük alimlərdən biri idi. Bir kitabını da deyim, Kamilu Ziyarat. Bir kitabdır, mükəmməl kitabdır. Mən o kitabı vərəqləmişəm. Həzrət İmam Hüseynlə bağlı ziyarətin savabları və çox gözəl kitabdır. Onu yazıb o. Qəbri Qum şəhərindədir, işim yoxdur. Məqbərəsi də oradadır. Bu kişi övladı olmurmuş bu atanın. Yəni Şeyx Səduqun atasının övladı olmurmuş. Yaxşı. Yaşayıb hansı zamanda? İmam Zaman ağanın kiçik qeyb dönəmində. Kiçik qeyb dönəmində. İmam Zaman 2 dənə qeyb dönəmi var. Kiçik, böyük. Kiçik qeyb dönəmində İmam Zaman 4 dənə naibi olub. Cəmaat İmam Zamanla xüsusi görüşə bilmirdi. Naibi ilə görüşürdülər, naib İmam Zamanla görüşürdü. 3-cü naibin zamanında Şeyx Səduqun atası gəldi 3-cü naibə, dedi ki, səndən bir dənə xahişim var. Dedi, nədir? Dedi, get İmam Zamanla görüş, dinən ki, mən deyir, xahiş edirəm ondan ki, bir dənə dua eləsin, Allah mənə övlad versin. Özü 2 dənə övlad istəyirəm, fəqih, müştəhid istəyirəm. Atanın da duasına var, yəni elə belə oğul yox, hələ hərdən Allah mənə oğul versin. Dinən, Allah mənə xeyir, faydalı oğul ver, cəmiyyətə xeyri deysin. Elmli olsun, mənəviyyatda olsun, cəmiyyətə çıraq olsun. Belə övlad istəyəsən gələk. Yox, təbii, bəzi adamlar Allah oğul versin. Bildimi, oğulu istə. Nə salih oğul ver mənə. Bir dərdə dərman olsun bu bala. Dedi, get İmam Zamana dinən, dua eləsin, Allah mənə 2 dənə oğul versin. İstəyirəm 2 də fəqih olsun. O naib getdi İmam Zamanla görüşmüşdü. Demişdi, deyəndən sonra dedi, get ona dinən ki, dua elədim ona. Allah ona 2 dənə fəqih övlad verəcək, bir dənə də əlavə bir oğul verəcək. O fəqih olmayacaq. O zahid və abid, çox imanlı olacaq. Doğrudan da belə oldu. Şeyx Səduq İmam Zamanın duası ilə doğuldu. Özü də deyərmiş, Vulidtu bi dua İmam-ı Zaman. Mən İmam Zamanın duası ilə dünyaya gəlmişəm. Şeyx Səduq. 300 dənə kitabın müəllifidir. Allahu Ekber. Nə qədər ömürdə bərəkət var. 300 kitabın müəllifidir. 300 kitabın müəllifidir. Harda ki bir dənə mövzu çıxırdı, şək şübhə düşürdü dinlə bağlı, tohidlə bağlı, ona aid kitab yazardı. Ona aid kitab yazardı.